35 ölkənin 500-dən artıq idmançının iştirak etdiyi möhtəbər yarışda milli komandanın baş məşqçisi Malik Abbasovun rəhbərliyi ilə 25 karateçimiz qələbə uğrunda mübarizə aparıb. Azər Əliyev, Rəşad Quliyev, İlham Təhməzov və Orxan Süleymanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağır çəkili idmançımız Ramil Paşayev isə gümüş medalla tifadələnib. Döyüşlər, yarış həqiqətən çox çətin idi. İlk dəfə idi ki, VKCNV üzrə İKON-un birinci açıq dünya çempionatı keçirilirdi. İdmançılarımız hamımız var gücümüzlə çıxış etdik. Mən də İtaliyada keçirilən dünya çempionatında iştirak etdim. Yeniliklər arasında 2 dənə döyüşüm oldu. Qalib gəldim, birinci yerə çıxdım. Qeyd edək ki, bu nəticə ilə milli komandamız 35 ölkə arasında medalların sayına görə ikinci yerdə tutub.